Salam, hər kəsi salamlayıram. Deməli, biz Dimtens toplusundan genetika bölməsindəki testlərin davamına baxırıq. 100-ə qədər baxmışdıq, indi artıq 100-dən sonrasına baxaq. Deməli, 101 ilə davam edək. Böyük A kiçik A, böyük B kiçik V və böyük A kiçik A, böyük B kiçik B şəklində olan çarpazlaşma zamanı alınan genotiplərin sayını deyir və genlər ilişikli olmadığını bizə deyir. Gəlin biz monohibrid kimi baxaq. Böyük A, kiçik A-ları bir çarpazlaşdıraq. Sonra isə böyük B, kiçik B-ləri bir çarpazlaşdıraq. Bu zaman bizə nə əmələ gəldi? Böyüyə, 2 ədəd böyüyə, kiçiyə və 1 ədəd kiçiyə. Bunlardan çarpazlaşmasından nə əmələ gəldi? Böyük B, 2 dənə böyük B, kiçik B, 1 dənə böyük, kiçik B, kiçik B. Və baxaq bizdən nəyi soruşur? Genotip deyir. Baxın, biz böyük A, kiçik A, böyük A, kiçik A, yəni A-ları çarpazlaşdırarkən neçə genotip əldə elədik? 3 genotip. Çünki 1 böyüyə, 2 ədəd böyüyə, kiçiyə, bu kiçiyədir və 1 ədəd kiçiyə. Deməli, burada 3 genotip var. Burada da eyni şəkildə baxırıq, 3 genotip var. Və bizə bir yerdə olaraq soruşur ki, deməli, alınan genotiplərin sayını soruşduğuna görə 3 buradadır, 3 buradadır. Və deməli 3-ü 3-ə vurarıq, taparıq 9 dənə genotip varmış. Yəni 3 dənə genotip A-lardadır, 3 dənə genotip də B-lərdədir. Ona görə 3-ü 3-ə vuracaq və alacaq 9. 102-yə baxaq. Yenə burada bu zaman fenotip sayını soruşur və ilişiklik yoxdur deyir. Fenotip sayını soruşsaydı həm böyüyə sarı rəngli oxudu, həm də böyüyə kiçiyə. Deməli burada 2 fenotip alınır. Yəni sarı və yaşıl. 2 fenotip alınmış olacaq. Burada da eyni şəkildə böyük B də hamar formadır. Böyük B, kiçik B də hamar formadır. Ona görə burada da bir hamar forma, kiçik B isə qırışıq olduğuna görə 2 dənə də fenotip burada alınacaq. 2-ni 2-yə vuracaq və eləyəcək 4. Deməli, fenotiplərin sayısı eləmiş olacaq 4. Üçüncü baxaq, dihibrid çarpazlaşma zamanı F2-də alınan 16 kombinasiyadan neçəsi D-heterozigotdur? Hər zaman dihibrid çarpazlaşmada 16 kombinasiyadan 4'ü dihidrozigot olacaq və yaxud da ki 4'ü valideyn formalarla eyni genotipə malik olmuş olacaq deyəcəyik. 104 ilə davam edək. 104-də bizdən nəyi soruşur? Pomidorun meyvəsində yumru forma böyük A ilə işarələyib, deməli yumru forma dominantdır, yazaq. Yumru forma dominantdır. Armudvari forma artıq biz bilirik ki, əgər yumru dominantdırsa, deməli armudvari nə imiş? Resessiv imiş. Eyni şəkildə sarı rəng deyir dominantdır böyük B ilə. Qırmızı rəng isə resessivdir. Qırmızını isə kiçik B ilə qeyd elədik. Və deyir valideyn formaların çarpazlaşmasından 25% sarı yumru, 25% sarı armudvari, 25% qırmızı yumru, 25% isə qırmızı armudvari meyvələr alınmışdır. Yəni birim nisbətində alınıbsa və biz bunu hər zaman heç bunu yazmasaq da olardı. Biz bilək ki, dihibriddə, dihidrozigotla resessiv deməli fərqlərin çarpazlaşmasından hər zaman 25%, 25%, 25% və yenidən 25%, yəni 1 nisbətində nəsil olur. Burada da cavabımız baxırıq, elə cavabımız hardadır? C variantında. Sonra 105-dən davam edək. Deməli, 105-də deyir, genlər haqqında ümumi qanunluqları seçin. Baxaq, genlər haqqında ümumi qanunluqları seçərkən biz də birincini oxuyaq. Bir də deyir, allel genlər meyoz zamanı müxtəlif qametlərə düşür və nisbətən sərbəst paylanılır. Bəli, bunu da götürəcəyik, doğru fikirdir. Genotip genlərin mexaniki yığındır, xeyr. Genlər ilişikli və sərbəst ötürülə bilər, bəli. Bir genlə bir neçə əlamət və eləcə də bir əlamətin bir neçə genlə idarə olması mümkündür. Bəli, bu da doğru fikir olduğuna görə cavabımız olacaq 1, 3, 4, C variantı. 106-da deyir, 2 D-heterozigot fərdin çarpazlaşması zamanı nəsildə alınan hər iki əlamətə görə homozigot və diheterozigot və bir əlamətə görə heterozigot fərdlərin faizlə verildiyi sıranı. Gəlin bunu çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, kiçik B çarpazlaşır. Böyük A, kiçik A, böyük B, kiçik B. Yəni 2 heterozigot fərd bunlardır. Bunlarda biz qamet almaq üçün yenə monohibridlə çarpazlaşdırsaq daha rahat alaraq. Böyük A, kiçik A ilə çarpazlaşdırsaq alacaq böyük A, 2 ədəd böyük A, kiçik A, 1 ədəd kiçik A. Sonra isə B-ləri çarpazlaşdırsaq eyni şəkildə alacaq böyük B, 2 ədəd böyük B, kiçik B, 1 ədəd kiçik B, kiçik B.
İndi isə fərqləri tapaq. Yəni bunu bir-bir vuracaq buna, buna və eyni şəkildə buna. Alacaq böyüyə, böyüyə, böyük B, böyük B. Yəni sarı hamar. Böyüyə, böyüyə və burada iki ədəd olduğunu, iki rəqəm olduğunu görə ikini qarşıya yazırıq. Böyük və kiçik B. Böyük A, böyük A, kiçik B, kiçik B. İndi isə bunu başlayaq, vuraq bir-bir. Alacaq iki dənə böyük A, kiçik A, böyük B, böyük B. 4 dənə böyük A, kiçik A, böyük B, kiçik B. Çünki burada 2'dir, burada da 2'dir. 2'ni 2'ye vuraraq 4 ədəd eləyəcək. 2 dənə böyük A, kiçik A, kiçik B, kiçik B. Sonra isə kiçik A'ları vuraq. Kiçik A, böyük B, böyük B. 2 ədəd kiçik A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Və salam. Tapdıq, aldıq bu fərqləri. İndi isə baxaq görək. Hər iki əlamətə görə homozigot deyirsə, baxaq, rəngimizi dəyişək. Deməli, hər iki əlamətə görə homozigot deyirsə, bax, bir olacaq hər iki əlamətə görə homozigot bu. Hər iki əlamətə görə homozigot bu. Sonra baxaq, hər iki əlamətə görə homozigot bu və bu. Deməli, nə qədər oldu? 4 ədəd. Və 16-da 4 neçə faiz eləyəcək? 25%. Tapdıq, biri 25%. Sonra keçək dihteriziqotlar. Dihteriziqotlar isə rəngini dəyişək, baxaq. Dihteriziqotlar burada 4 ədəd böyük kiçiyə, böyük və kiçik. Bu neçə faizlədir? Bu da 25%-lədir. Sonra nəyi axtarırıq? Bir əlamətə görə heteriziqot. Bir əlamətə görə heteriziqotlar hansılardır? Baxın, burada 2 ədəd böyük A, kiçik A, böyük B, kiçik B. Çünki bir əlamətə görə heteriziqotdur. Sonra 2 ədəd böyük A, kiçik A, böyük B, böyük B. Bu da elədi. 2, 2, 4 ədəd oldu. Və yenə böyük A, kiçik A, kiçik A, böyük B oldu. 2 dənəsi də burada 6 və 2 dənəsi də burada 8. 16-da 8 neçə faiz eləyəcək? 50%. Deməli, cavabımız olacaq 25%, 25% və 50%. Cavabımız hansı variantda uyğun gəlir? Baxaq. Deməli, 106-da B variantı uyğun gəlmiş olacaq. Sonra keçərək 107-yə baxaq. Deməli, 107-də bizə nə deyir? Boz rəngli bədənə və normal qanada malik dihedrozigot fərdlər. Erkək. Dihedrozigot erkək drozofil milçəyinin qara bədənli rudiment qanadlara malik dişi drozofil milçəyi ilə çarpazlaşması nəticəsində alınan nəsildə necə fenotip, necə genotip olunur? Və bizə mörtəzə deyir. Xromosom çarpazlaşması yoxdur, bütün əlamətlər ilişiklidir. Boz rəngli bədən və normal qanadlara malik dihedrozigot dedirsə, biz burada deməli, yazaq böyük A, kiçik A, böyük B, kiçik B. Boz rəngli bədənə və normal qanada malik dihedroziqotun genotipi ancaq belə ola bilər. Drozofil milçəyin qara bədən rudiment qanad deyirsə, qara bədən də kiçik A, kiçik A da resessivdir, rudiment qanad da resessivdir. Bunların çarpazlaşmasından baxaq görək nə alacaq? Bu verəcək böyük A, böyük B qameti, böyük A, kiçik B qameti, kiçik A, böyük B və kiçik A, kiçik B qameti. Bu isə verəcək kiçik A, kiçik B qameti. Bunların bir-bir çarpazlaşır. Yəni böyük A-nı, B-ni vursaq buna, alarıq böyük A, kiçik A, böyük B, kiçik B. Sonra bunu vursaq, alarıq böyük A, kiçik A, kiçik B, kiçik B. Eyni şəkildə bunu vursaq, kiçik A, böyük B, kiçik B. Sonra isə sonda bunu vursaq, kiçik A, kiçik B, kiçik B fərqləri almış olarıq. Bizə çarpazlaşma yoxdur deyilmiş. Çarpazlaşma yoxdur deyirsə, artıq bir qədər fərqli olacaq. Bizdən bunu mən silməliyəm. O fikir çıxdı, gözümdən yayındı. Deməli, çarpazlaşma yoxsa bu iki dənə qamet verər. Bir böyük A, böyük B, bir də kiçik A, kiçik B. Bu da verəcək kiçik A, kiçik B. Bu zaman işimiz daha rahatdır. Böyük A, kiçik A, böyük B, kiçik B, bir qamet, bir fərq. Kiçik A, kiçik B, kiçik B, bir fərq. Deməli, burada nə alınacaq? 2 fenotip alındı, 2 də genotip alınmış olacaq. Çünki bu olacaq boz bədən normal qanad, bu isə olacaq qara bədən rudiment qanad. 2 fenotip görürük. Genotipə də baxanda yenidən 2 dənə genotip də burada görürük. Ona görə cavabımız eləcək C variantı. 108-ə baxsaq, toyuqlarda noxtvari pipik əlaməti sadə pipik əlaməti üzərində dominantlıq edir. Deməli, biz noxtvari formanı necə yazacaq? Böyük hərflə. Gəlin yazaq. Yazırıq, noxutvari forma olacaq böyük A. Sadə pipik isə əgər resessivdirsə kiçik hərflə yazacağıq. Sonra lələklərin qara və ağ rəngi üzərində isə qeyri-tam dominantdır. Deməli, mən qara rəngi yazsam böyük B ilə,
Ağ rəngi də yazsam kiçik B ilə, böyük B, küçük B'ni ise yazacağım mavi renk. Çünkü bunlar bir üzerinde değil ki natamam, gayri tam dominantı veya da natamam dominantları. Ve bu əlamətə görə heterozigot olan fərdlərin lələkləri deyir mavi renklidir. Ve qeyd elədik. Heterozigotlar mavi yazdık. Fermada bir xoruz və pipiklərin formasına görə heterozigot olan ağ toyuqlar saxlanır. Pipiklərin formasına görə heterozigotdursa, baxırıq nə olacaq bu? Deməli, böyük ya, kiçik ya. Və ağ xoruz deyirsə də kiçik B olaraq yazacağıq bunu. Bu xoruzların deyir, bir xoruz var və pipiklərin formasına görə heterozigot olan ağ toyuqlar var. Bu fermadakı bütün cücələr mavi renklidir. Deməli, bütün cücələr mavidirsə, deməli, burada böyük bir kiçik bir genotipi üzə çıxmalıdır. Baxın, toyuğun rəngi olaraq o ağ rəngdədir. Deməli, biz əgər xoruzun əlamətlərini tapacaqsa, baxaq, deyir ki, fermadakı bütün cücələr mavidir. Yarısı sadə pipikdir, yarısı sadə pipikdirsə, deməli, yarısı isə neymiş? Olacaq noxudvari pipik. Deməli, 100% hamısı mavidir. Və bunun da 50% olacaq sadə pipik, 50% də olacaq noxudvari pipik. Baxaq görə indi bizə necə ola bilər. Baxın, əgər toyuq böyüyə kiçik B isə və hər birində mavi format üzə çıxıbsa, deməli onda xoruzun rəngi olacaqdır homozigot qara. Çünki bu heterozigot qara olsaydı, burada hamısı mavi yox, həmçinin ağ rəngli də toyuqlar üzə çıxardı. Ona görə böyük beyləri tapdıq. Gəlin görək indi rənginə görə bu neymiş? Baxaq. Əgər yarısı, daha doğrusu rəngini tapdıq. Gəlin pipik əlamətinə görə baxaq. Pipiyinə görə tapsaq, deməli, əgər burada yarısı sadə pipik, yarısı da eyni şəkildə noxudvari pipik alınıbsa, baxın, bizdə onsuz da noxudvari pipik əlaməti toyuqda var idi. Deməli, xoruzda isə noxudvari çıxıbsa, deməli, sadə pipik olmalı idi. Və bura kiçiyə yazsaq, deməli, xoruzun genotipini tapmış olduq. Və xoruzun genotipi kiçiyə, böyük B-dirsə, deməli, olacaq qara rəngli sadə pipik. Hansı cavabda var, baxaq görək, B variantı da göstərilmişdir. 108-ə də baxdıq, keçək 109-dan davam edək. 109-da isə inəklərdə kərəlik əlamətini bizə, yəni kərəlik nədir? Gəlin yazaq. Kərəlik əlamətini dominant kimi, buynuzluq əlamətini dominant verib, deməli, kərəlik əlaməti olacaq dominant böyük A, buynuzsuzluq əlaməti isə yazaq, buynuzsuzluq əlaməti isə resessiv olacaq kiçik A ilə. Və tüklərin qırmızı və ağ rəngi isə qeyri-tam dominantlıq var. Deməli, yenə qırmızı rəngi yazsam mən böyük B, sarı ağ rəngi yazsam kiçik B. Deməli, böyük B, kiçik B nə olacaq burada? Qeyri-tam dominantlıqdırsa olacaq, deməli, ala bularlar. Yazırıq, ala bula. Deməli, heterozigotlar olacaq, ala bulalar. Və bizə deyir ki, kərəlik əlamətinə görə heterozigot olan ağ inəklərin kərəlik əlaməti nə idi? Böyüyə. Heterozigot isə böyüyə, kiçiyə. Ağ inək deyirsə biz götürürük böyüyə, kiçiyə, kiçik B olan. Ağ inəklərin ala-bula kərə buğa ilə çarpazlaşarsa, kərə nə idi? Böyüyə. Amma mən bilmirəm hələ ki, bu heterozigot kərədir, yoxsa homozigot. Ona görə qarşısını boş buraxıram. Və ala-bula dediyinə görə mən böyük B, kiçik B olaraq yazıram. Deməli, bunların çarpazlaşmasından deyir, 3 ədəd ağ rəngli buynuzlu buzov almışdı. Ağ rəng buynuzlu buzov necə olacaq? Deməli, ağ rəng buynuzlu buzov olacaq. Üzr istəyirəm, mən bura buynuzsuz yox, buynuzlu yazmalıydım. Buynuzlu. Deməli, bunu silək. Buynuzluluq geni kiçik A ilə işarə olunur. 3 ədəd ağ rəngli buynuzlu inək doğulubsa, deməli, bunların genotipi kiçik B, kiçik B'miş. Artıq mən buradan bildim ki, burada ağ rəng üzə çıxıbsa, daha doğrusu buynuzluq əlaməti üzə çıxıbsa, deməli, valideynlərin birində kiçik A geni var. Deməli, o biri valideyndə də kiçik A geni olmalıydı ki, bu ağ rəng üzə çıxmış olsun. İndi baxaq, deyir bunların çarpazlaşmasından. Gəlin bunu sileyim. Bunların çarpazlaşmasından 3 ağ rəngli
buynuzlu buzov doğulubsa, neçə ala, bula, kərə, buzov doğulması ehtimalı ən çoxdur deyil. Bunları bir-bir çarpazlaşdırmalıyıq. Böyük A ilə, böyük A, kiçik A ilə, böyük A, kiçik A çarpazlaşdırarkən alıram böyük A, böyük A. 2 ədəd böyük A, kiçik A, 1 ədəd kiçik A, kiçik A. B'ləri çarpazlaşdırarkən alıram böyük B, böyük B, böyük B, kiçik B və kiçik B, kiçik B. Və bu zaman fərqləri alaq. Böyük A, böyük A, böyük B, kiçik B. Böyük A, böyük A, kiçik B, kiçik B. Sonra 2 ədəd böyük A, kiçik A, böyük B, kiçik B. Yine 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B. Sonra isə kiçik A'larda çarpazlaşdırsam, deməli, kiçik A'nı gəlin burada yazaq. Kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Deməli, alınan fərqlərimiz bunlar oldu. Baxaq indi bizə deyir ki, 3 ağ rəngli buynuzlu buzov doğulubsa, neçə alabula kərə doğular? Alabula kərələrin genotipi necə olacaq? Deməli, alabula kərə buzov deyirsə, neçə alabula kərə buzov doğular? Kərələr böyük yağlar olacaq, bir də böyük bir kiçik bir. Baxaq görək. Bax, bu alabula kərədir. Mən qələmin rəngini dəyişim ki, burada aydın görə bilək. Bax, bu alabula kərədir. Bir dənə buradadır. Sonra ikisi buradadır. Alabula kərə. Baxaq, başqa alabula kərə var? Xeyr. Amma neçə dənə ağ rəngli buynuzlu buzov doğular? 1 ədəd. Deməli, biz tənasibimizi qururuq. 1 ədəd ağ rəngli buynuzlu buzov doğularkən 3 ədəd alabula kərə doğulursa, biz 3 ədəd ağ rəngli buynuzlu buzov doğularsa, bu zaman neçə dənə alabula kərə doğular? X. Buradan da x'imizi taparıq. Cavabımız eləyəcək 3'ü 3'e vuranda eləyəcək 9. Cavabımız olacaq. Deməli, B variantı. Sonra gəlin 110'a baxaq. Deməli, bunu silək, 110'a baxaq. 110'da yenə bizə çarpazlaşma veribdir. Bu genotipli orqanizmlərin çarpazlaşmasından neçə genotipik qrup əmələ gələr və genlər ilişikli deyil. Baxaq gəlin. Əgər genlər ilişikli deyilsə, bu neçə heterozigot var burada? 1 və 2. 2 heterozigot varsa, bu verəcək 2 üstü 2 qamet, yəni 4 ədəd qamet. Burada da eyni şəkildə 1 heterozigot, 1 heterozigot. Neçə heterozigot oldu? 2 üstü yenə 2. Bu da verəcək 4 deməli qamet. Və 4'ü biz 4'e vuraraqsa, deməli burada 8 fərd alanlar. Neçə genotipik qrup dediyinə görə artıq biz burada nə edəcəyik? Deməli, böyük A'larla kiçik A'ları çarpazlaşdırarsa, bunu silim, gəlin baxaq. Böyük A'larla kiçik A'ları çarpazlaşdırarsa biz burada 2 dənə genotip alarıq. Böyük kiçik B'lərlə böyük B, kiçik B'ni çarpazlaşdırarsa yenə 2 dənə genotip alarıq. Böyük də kiçik D ilə kiçik D'ni çarpazlaşdırarsa yenə 2 dənə genotip alarıq. Kiçik R'lə böyük R, kiçik R'i çarpazlaşdırarsa, yenə burada biz neçə alacağıq? Deməli, 2 dənə genotip alacağıq. Deməli, buradan biz tapaq yönünü 2'ni 2'ye vuracaq. 4, 4'ü 2'ye vuracaq. 8, 8'i 2'ye vuracaq. Eləyəcək 16. Deməli, burada neçə genotipik qrup alınar? 16 genotipik qrup alınmış olacaq. 111'e baxaq. Hər iki cüt əlamətə görə 2 heterozigot fərdin dihibrid çarpazlaşması zamanı fenotipə görə parçalanma necə olacaq deyir. Fenotipə görə parçalanma deyirsə bizdə 2 heterozigot parçalananda 4, 2, 2, 2, 1, 1, 1, 1 nisbətində parçalanma baş verirdi. Deməli, 112'ye baxaq. 112'də deyir, hər iki cüt əlamətə görə 2 heterozigot fərdin çarpazlaşması zamanı nəsildə fenotipə görə nisbət hansı nisbətdə olacaq və bu zaman artıq bizə natamam dominantlığı deyir. Baxın, bayaq dediyimiz tam dominantlığı idi və biz 111'də bir saniyə 111'də bizdə natamam dominantlıq deyirdi, yoxsa tam dominantlıq. O hissə gözümdən qaçdı. Natamam dominantlıq. Əgər natamam dominantlıq deyirsə 111'də, burada artıq bir qədər deməli fərqli olacaq. Niyə görə? Çünki 2 heterozigot deyirsə, yəni biz yazsaq böyük A, kiçik A, böyük B, kiçik B. Çarpazlaşır böyük A, kiçik A, böyük B, kiçik B-dən. Biz böyük A, A'ları birinci çarpazlaşdırarkən alırıq böyük A, böyük A. 2 ədəd böyük A, kiçik A. Kiçik A, kiçik A.
B'ləri çarpazlaşdırarkən isə alırıq böyük B, böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Və bu zaman natamam dominantlıq varsa və bizdən fenotipə görə parçalanma deyirsə, deməli, G bunları bir-bir vurmalıyıq. Deməli, böyük A, böyük A, böyük B, böyük B. Sonra 2 dənə alınacaq böyük A, kiçik, yox, böyük A, böyük A, böyük B, kiçik B, böyük A, böyük A, kiçik B, kiçik B. Sonra isə bunu vururuq. 2 ədəd böyük A, kiçik A, böyük B, böyük B. 4 ədəd böyük A, kiçik A, böyük B, kiçik B. Və 2 ədəd də yenə böyük A, kiçik B, kiçik B. İndi isə kiçik A'ları vuraq. Kiçik A, kiçik A, böyük B, böyük B. 2 ədəd kiçik A, kiçik A, böyük B, kiçik B və 1 ədəd kiçik A, kiçik A, kiçik B, kiçik B. Deməli, burada biz natamam dominantlıq şəraitində fenotipə baxsaq, baxırıq ki, e, bunu sarı hamar kimi götürsək, yəni hər ikisi dominant olduğuna görə sarı hamar. Burada amma sarı olacaq. Amma böyük və kiçik B olduğuna görə sarıdan fərqli, narıncı deyək, forma əmələ gəlir. Buna görə burada sarı narıncı kimi yazsaq, deməli bir fenotip, iki fenotip hələ ki aldıq. Baxaq, böyük A, kiçik B, kiçik B olacaq. Sarı qırışıq. Deməli, daha doğrusu burada sarı narıncı yox. Sarı forma və büküşlü forma kimi desək. Yəni özümüzdən bir çünki burada deyir ki, əlamətlərin birinə görə natamam dominantlıq var. Yəni A-lara görə yox, B-lərə görə natamam dominantlıq olduğuna görə nə hamar olsun, nə qırışıq olsun. Özümüzdən bir fərqli bir forma bura qoysaq, yəni cavabı doğru tapa bilərik. Sarı büküşlü deyək. İkiye buna baksak, burada yine sarı hamar olacak çünkü dominantlı. Burada ama heterozigot olduğuna göre sarı yine götürek büküşlü. Burada yine sarı kırışık, sarı hamar, yine özür dilerim, yaşıl hamar. Burada yaşıl büküşlü olsun yine çünkü büyük ve küçük bir. Burada ise yaşıl kırışık. İndi baxaq neçə dənə sarı hamar yazdıq. Gəlin baxaq sayaq. Bax bir ədəd sarı hamar. Sonra 2 ədəd də burada. 3 ədəd sarı hamar. Tapdıq başqa sarı hamar. Burada sarı hamar başqa yoxdur. Deməli, 3 dənə oldu sarı hamar yazırıq. Sonra sarı büküşlərə baxaq. 2 ədəd burada sarı büküş var. 4 ədəd də burada sarı büküş var. Başqa sarı büküş yoxdur. Deməli, 6 ədəd oldu sarı büküşdür. Sonra baxa sarı qırışa. Bir dənədir burada. İki dənəsi də burada olmaqla 3 dənə oldu. Nə? Sarı qırışıq. Yaşıl hamar bir dənə burada. Deməli, bir dənə oldu yaşıl hamar. 2 dənə olacaq yaşıl büküşlü və bir dənə də olacaq yaşıl qırışlı. Deməli, fenotipə görə parçalama necə oldu? 6, 3, 3, 2, deməli, olacaq 2, 1, 1. Baxaq elə cavabımız hardadır 112-də? Deməli, D variantında. 111'de daha doğrusu. 111'e bakalım. 6, 3, 3, 2, 1, 1 oldu. Çünkü burada natamam bir əlamətə görə natamam dominant deyirdi bizə. İndi isə 12, 112'de isə yenə natamam dominantlıq var və bizdən genotipi soruşur. Yox, yenə fenotipi soruşur və amma burada hər iki əlamətə görə əgər deməli natamam dominantlıq varsa artıq burada dəyişməyəcək. Elə biz heterozigotda neçə deyirdiksə, elə burada da eyni şəkildə onu deyəcəyik. Fenotipə görə parçalama olacaq 4, 2, 2, 2, 1, 1, 1, 1. 113'e baxsaq, əgər qametlərdə bir genin 2 və daha artıq alleli varsa bu nə deməkdir? Bu o deməkdir ki, artıq bu poliploid orqanizmdir. 114'te ise deyir ki, bir sıra bitkilerde enli yarpaqlı əlamətlər, ensiz yarpaqlı əlamətlər üzərində tam dominantlıq edirsə, yox, üzr istəyirəm, qeyri tam dominantlıq edirsə, enli yarpaqlarla ensiz yarpaqların bitkilərin çarpazlaşmasından enli yarpaq dominantdır, ensiz yarpaq isə nədir? Resessivdir. Bunların çarpazlaşması əgər natamamdırsa, nə enli alınacaq, nə də ensiz. Tamamilə orta bir ölçü alınacaq deməli burada. Cavabımıza baxaq. Bütün nəsildə olmalıdır. Orta ölçülü yarpaqlar hardadır? Elə C variantında doğru olacaq. Sonra 115 ilə davam edək. Hibrid çarpazlaşmada 2 əlamətə görə heterozigot fərdin öz aralarında
Çarpazlaşmasında bir əlamətə görə homozigot fərqlər ümumi nəslin neçə faizini təşkil edir bizə deyir. Gəlin indi iki dənə dihedrozigot fərqi yenidən çarpazlaşdıraq. Bu zaman biz monoidli çarpazlaşmadan istifadə etsək daha asan cavabımızı tapmış olarıq. Böyük A, kiçik A, kiçik B, böyük B, kiçik B. Böyük A, kiçik A, böyük B, kiçik B. Bunların çarpazlaşmasından. Yine A'lar çarpazlaşdırırken alıram böyük A, böyük A. 2 adet böyük A, kiçik A, kiçik A, kiçik A. B'ləri çarpazlaşdırarkən böyük B, kiçik B, böyük B, böyük B, 2 ədəd böyük B, kiçik B, 1 ədəd kiçik B, kiçik B almış olaraq. Və deyir ki, alınan bir əlamətə görə homozigot fərdlər ümumi nəslin neçə faizini təşkil edir? Bir əlamətə görə homozigot olacaq. Bir burada böyük A, böyük A, 2 ədəd böyük A, böyük A, böyük B, kiçik B. Bir olacaq burada 2 ədəd böyük A, kiçik A, böyük B, böyük B. Sonra bir de burada olacak 2 adet kiçik a. Kiçik a büyük bir kiçik a. Kiçik a büyük bir küçük bir olmuş olacak. Deməli 115'te cevabımız ne olacak? Neçə oldu? 2, 4, bir dəqiqə. Bax, böyük a, böyük a-nı böyük b ilə çarpazlaşdırırsa hər ikisi homozigot olar. Ona görə biz, bir də ben burada bunları unutmuşam. 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B. Mən neçə ədəd oldu? 8 ədəd. Neçə fərdimiz alınırdı? 16. 16'da 8 neçə fərz eləyəcək? 50 fərz eləmiş olacaq. 16 ilə davam edək. Dihibrid çarpazlaşmada iki əlamətə görə heterozigot fərqlər öz aralarında çarpazlaşmasından alınan diheterozigot fərqlər ünlünəsidir. Diheterozigot fərqlər bax bunlardır. Yəni 2 vuraq 2 olacaq 4. 4 ədəd böyük kiçiyə, böyük B, kiçik B alınır və bu da nəslin 16-da 4 isə cəmi eləyəcək, deməli 4də 1 o isə 25% eləmiş olacaq. 117-də isə nə deyir bizə? Balqabaqda ağ rəng sarı rəng üzərində, yumru forma isə şarvari forma üzərindədir. Tam dominantlıq edir. Yazaq, balqabağın ağ rəngi üçün yazaq böyük A, sarı rəngi üçün yazaq kiçik A. Və yumru forma üçün yazaq, deməli yumru forma üçün dominant isə böyük B, şarvari forma isə resessivdirsə yazırıq kiçik B. Deyir, ağ rəngli yumru formalı balqabaq. Ağ yumru hər ikisi dominantsa yazıram. Böyüyə yanını boş bırakıram yenə. Çünki bilmirəm bu homozigot ağırda yoxsa heterozigot. Eyni şəkildə yumru formanı da yanını boş bırakıram. Çünki bilmirəm homozigotdur yoxsa heterozigot yumru formadır. İndi ağ rəngli yumru formalı balqabaq, ağ rəngli şarvari formalı balqabaqla ağ rəngli şarvari forma, yenə böyüyə yazıram, yanını yenə boş bırakıram, amma şarvari zaten kiçik b'lər olarsa üzə çıxar deyə, elə onun hər ikisi kiçik b olduğuna görə onu yazıram. Və baxaq, bunlar çarpazlaşmışdır. Nəticədə 8-də 3 ağ yumru alınmışdır. Ağ yumruğun forması necə olacaq? Yenə böyük A yanı boş, böyük B yanı boş olacaq. Bundan bildik. İndi baxaq 8'də 3 ağ şarvaridir. Ağ şarvari olması üçün böyük A gəlməlidir. Bura. Yine yanı boş olacaq. Amma şarvaridə hər ikisi kiçik B olacaq. Deməli, şarvari forma çıxıbsa, deməli, hər iki valideyndə bu kiçik B geni olmalıydı. Deməli, mən valideynlərin digər valideyndə deməli, formada heterozigot yumru forma olduğunu aydınlaşdırmış oldum. O birisi deməli fərdə baxsam, deyir ki 8'də biri sarı şarvari. Sarı rəng A'dır. Kiçik A'lardır. Deməli bunlar kiçik A olacaq. Şarvari dediyinə görə kiçik B, kiçik B olacaq. Və kiçik A çıxıbsa üzə. Deməli hər iki fərddə artıq bu kiçik A geni olmalıydı ki, kiçik A geni də nəsildə üzə çıxa bilsin. Deməli valideyn formalarının artıq genotiplərini tapmış olduq. Baxaq hansı variant uyğun gəlir bizə? Deməli, baxsaq 117-də deməli Y variantı uyğun gəlmiş olacaq. Sonra 118 ilə davam edək. 118-də bizə deyir ki, böyük A, kiçik A, böyük B, kiçik B, yəni iki diheterozigot fərdin çarpazlaşması zamanı orqanizmlərdən birində AB tipli qamet yaşama qabiliyyəti itirərsə, belə məsələlərdə biz nə edəcəyik? Yenə yazırıq böyük A, kiçik A, böyük B, kiçik B, çarpazlaşır böyük A, kiçik A, böyük B, kiçik B. Artıq biz monohibrid kimi getməyəcəyik. Alınan qametləri yazmalıyıq mütləq şəkildə. Deməli, bu fərd alır böyük A, böyük B qameti, böyük A, kiçik B qameti.
ve kiçik a böyük B gameti, kiçik a kiçik B gameti. Eyni şekilde bu fərqdə. Verəcək böyük a böyük B gameti, böyük a kiçik B gameti, kiçik a böyük B gameti, kiçik a kiçik B gameti. Bunu biraz səliqəsiz yazdım. Böyük adır bu. Deməli, baxaq indi bizə deyir ki, fərqlərdən bir orqanizmdir. Yalnız bir orqanizm AB tipli qametini itirərsə. Deməli, AB tipli qametin üzərinə biz xətt çəksək, baxaq görək hansı genotipli fərqlər alınacaq və fenotipə görə parçalanma hansı olacaq. Baxaq indi, bunu başlayaq çarpazlaşdıraq. Alınacaq böyük A, böyük A, böyük B, kiçik B. Sonra bunu bu birisindən vursaq, alınacaq yenə böyük A, kiçik B, kiçik B. Sonra böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik B, kiçik B. Sonra isə bunu başlayaq çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, böyük B. Böyük A, kiçik A, böyük B, kiçik B. Yenidən kiçik A, böyük B, böyük B. Kiçik A, kiçik B, kiçik B alınmış oldu. Sonra bunu çarpazlaşdırsaq yine alarıq. Böyük A, böyük B, kiçik B. Sonra böyük A, kiçik B, kiçik B. Kiçik A, böyük B, kiçik B ve kiçik A, kiçik B, kiçik B almış olacaq. İndi fenotipe görə parçalanma deyirsə və tam dominantlıq varsa, biz burada sarı noxud və hamar noxud üzərindən hesablasaq fenotipi taparıq. Bu nə olacaq? Sarı hamar. Yazırıq sarı hamar. Bu olacaq sarı qırışıq. Bu da olacaq sarı hamar. Sonra bu olacaq sarı qırışıq, sarı hamar, sarı qırışıq, yaşıl hamar, yaşıl qırışıq. Buna baxaq. Bu da olacaq yenə. Sarı hamar, sarı hamar, yaşıl hamar, yaşıl qırışıq. Düzdürmü burada? Yaşıl qırışıq. Bir dəqiqə burada kiçik A'nı biz burada B'ni bir saniye mexaniki. Burada büyük B olmalıdır. Burada büyük B, küçük B olacak. Ben bunu sileyim. Tersten yazalım. Burada büyük B, küçük B olmalıdır. Deməli, ona görə bu yaşıl qırışıq, yaşıl hamar olacaq. Yaşıl hamar. Deməli, indi gəlin baxaq görək fenotipə görə parçalanma. Sarı hamar neçədən dedik? 1 ədəd, 2 ədəd, 3. Sonra baxaq sarı hamar 4, 5. Deməli, neçə ədəd sarı hamar yazmış olduq? 5 ədəd. Yazırıq bura 5. Sonra keçək sarı qırışığa. Yenə 1 sarı qırışıq, 2 sarı qırışıq, 3 sarı qırışıq və yoxdur. Deməli, 3 dənə sarı qırışıq. İndi keçək yaşıl hamara. 1 dənə yaşıl hamar, 2 dənə yaşıl hamar, 3 dənə yaşıl hamar. Bu da oldu 3 yaşıl hamar və nəticədə 1 dənə yaşıl qırışıq. Deməli, belə baxaq görək variantlarımızda hardadır? Elə A variantında olacaq. Fenotipə görə parçalanma oldu. 5, 3, 3, 1 nisbətində parçalanma baş verdi. 19-dan baxaq, 119-a baxaq. Şimdi hibrit çarpazlaşmada hər iki əlamətə görə heterozigot fərdi soruşur bizdən. Alınan hər iki əlamətə görə homozigot fərdlər ümumi nəslin neçə faizini təşkil edir? Gərək silməzdim, yenidən yazaq, eyb yox. Böyük A, kiçik A, böyük B, kiçik B. Çarpazlaşır böyük A, kiçik A, böyük B, kiçik B-dən. Yenə biz burada deməli baxsaq, böyük A-lar çarpazlaşarkən böyük A, kiçik A, 2 dənə böyük A, kiçik A, bir dənə də kiçik A, kiçik A verər. Bunlar da çarpazlaşmasından bir ədəd böyük B, böyük B, 2 ədəd böyük B, kiçik B və bir ədəd də kiçik B verəcək. Və bunların hər iki əlamətə görə deyir. Düzdürmü burada 118-də? Hər iki əlamətə görə homozigot fərdlər nəslin neçə faizini? Hər iki əlamətə görə homozigot olacaq. Bir böyük A-la böyük A-la böyük B çarpazlaşarkən ola bilər. Bir böyük A, kiçik B ilə çarpazlaşarkən ola bilər. Hər iki əlamətə görə homozigot. Bir də kiçik A ilə böyük B çarpazlaşarkən, həmçinin kiçik A, kiçik B ilə çarpazlaşarkən hər iki əlamətə görə homozigot fərdlər alınır ki, deməli, tapdıq 4 ədədi, 16-da 4 eləyəcək, deməli, 25%. Cavabımız baxaq 119-da 25%, Y variantı etmiş olacaq.
120'də isə deyir, 3 əlamətə görə heterozigot fərqlər çarpazlaşarkən alınan nəsildə neçə fenotip müxtəlifliyi alınır? Tam dominantlıq var və genlər ilişikli deyil. Tam dominantlıq varsa və genlər ilişikli deyilsə, 3 əlamətə görə deməli, deyir, heterozigot fərqlərdən yazaq gəlin bura. Deməli, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Bunların deyir, çarpazlaşarkən alınan nəsildə neçə fenotip müxtəlifliyi olar? Baxın, yazaq gəlin. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. A'ların çarpazlaşmasından tam dominantlıq şəraitində neçə fenotip alınacaq? 2 dənə fenotip alınacaq. B'lərin də çarpazlaşmasından eyni şəkildə 2 dənə, C'lərin də çarpazlaşmasından eyni şəkildə 2 fenotip alınır, tam dominantlıq varsa. Bu zaman deməli neçə olacaq fenotip müxtəlifliyi? 2-ni 2-yə vurarıq 4, 4-ü 2-yə vurarıq eləyə 8. Amma natamam dominantlıq desəydik bir qədər fərqli olardı ki, 121-də baxaq, elə bir şey deyir bizə. 2 heterozigot fərdin çarpazlaşması nəticəsində əmələ gələn nəsillə neçə fenotip və neçə genotip alınır soruşur. Və hər iki cüt əlamətə görə qeyri-tam dominantlıq var. Deməli, biz gəlin bunu silsək, C-ləri buradan silsək. 2 əlamət dediyinə görə artıq mən burada A, A, B, B yazacağım. Və natamam dominantlıq varsa, A-larla A-larla çarpazlaşdırarkən mən 3 fenotip alacağım. Çünki noxudun çiçəklərində necə idi? Böyüyə böyüyə qırmızı idi, böyüyə kiçiyə çəhra idi, kiçiyə kiçiyə də ağ rəng idi. Yəni 3 fenotip alınırdı. B-lərdə də həmçinin 3 fenotip alınır. Deməli, neçə fenotip müxtəlifliyi alınır? 9. Və biz fenotipi tapdıqsa, genotipdə elə eyni şəkildə 9 olacaq. Çünki natamam dominantlıqda fenotip sayı genotip sayına bərabər olmuş olur. Deməli, 121-də olacaq deməli cavab B variantı. Sonra 122 ilə davam edək. İstənilən populyasiyada 2 cüt əlamətə görə maksimum neçə genotip müxtəlifliyi alınır deyil. 122-də baxaq. 2 cüt əlamətə görə maksimum neçə genotip müxtəlifliyi olur? Maksimum 9 müxtəliflik. Əgər burada deməli natamam dominantlıqdırsa 9 genotip müxtəlifliyi olacaq və 2 cüt əlamətə görə maksimum deyirsə elə cavab 9 olacaq. Deməli 123-ə baxaq. Burada isə deyir ki, bir cüt əlamətə görə maksimum neçə genotip müxtəlifliyi olar? Bir cüt əlamət deyirsə monohibriddir və burada 3 genotip müxtəlif. Çünki böyüyə böyüyə, böyüyə kiçiyə, kiçiyə kiçiyə 3 dənə genotip alınır. 124-də deyir, bu fərdlərin çarpazlaşması zamanı alınmış nəsildə heterozigot genotipə malik orqanizmlərlə elə həmin nəsildəki bir əlamətə görə heterozigot fərdlərin sayı neçədir? Heterozigotlar 4 ədəd alınırdı və bizə deyir ki, bir əlamətə görə heterozigot. Bir əlamətə görə heterozigotları, demin də buradan yazılmışdı, buradan yazaq. Deməli, nə alınırdı? Böyüyə, böyüyə, 2 ədəd böyüyə, kiçiyə, kiçiyə, kiçiyə. B-ləri də çarpazlaşdırarkən alınırdı böyük B, böyük B. 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B. Bir əlamətə görə heterozigot deyilsə, bu olacaq. Böyük A, 2 ədəd, böyük B, kiçik B. Sonra alınacaq 2 ədəd böyük A, kiçik A, böyük B, böyük B. 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B. Və 2 ədəd kiçik A, kiçik A, böyük B, kiçik B. Deməli, 8 ədəd olacaq bir əlamətə görə heterozigot fərdlər. Deməli, bunların nisbəti necə olacaq? 4-ün 8-ə. O da ixtisar gedər, qalar 1-in 2-yə. 125-də yenə bu fərdlərin çarpazlaşmasından alınan nəsildə diheterozigot fərdlərlə hər iki əlamətə görə homozigot. Yenə dedik ki, diheterozigotlar 4 ədəddir. Bəs hər iki əlamətə görə homozigotlar da 4 olacaq. Niyə? Çünki bir olacaq böyüyə, böyüyə, böyük B, böyük B ilə çarpazlaşarkən. Bir olacaq böyüyə, böyüyə, kiçik B ilə çarpazlaşarkən 2. Sonra kiçik yağlar böyük B ilə çarpazlaşarkən 3. Bir də kiçik yağlar kiçik B ilə çarpazlaşarkən 4. Ona görə 4-ün 4-ə nisbəti elə eləyəcək 1-in 1-ə nisbəti. 126-da isə deyir yenə, bu fərdlərin çarpazlaşması zamanı alınmış nəsildə hər iki əlamətə görə homozigot orqanizmlərin genotipinin sayının fenotipinin sayına nisbəti. Baxın, dedik ki, 4 ədəd alınır. Biri alınırdı böyüyə, böyüyə, böyük B, böyük B. Alınırdı böyüyə, böyüyə, kiçik B, kiçik B. Alınırdı kiçiyə, kiçiyə, böyük B, böyük B. Bir də kiçiyə, kiçiyə, kiçik B, kiçik B. 4 fərd alınırdı və bunların bizdən nəyini soruşur?
genotipinin sayı. Genotip sayı olacaq 4. Çünki hər biri fərqli-fərqli genotipdədir. Fenotip sayına nisbəti deyirsə, bu sarı hamardır. Bu sarı qırışıqdır. Bu yaşıl hamardır. Bu da yaşıl qırışıq. Deməli ilə fenotipə görə də nisbət 4 olacaq. 4-ün 4-ü o da ixtisar gedər. Yenə qalacaq 1-in 1-ə nisbəti. Sonra 127 ilə davam edək. Deməli, 127 tam dominantlıq şəraitində genlər ilişikli olmadıqda iki heterozigot fərdin çarpazlaşmasından alınan bütün heterozigot fərdlər nəsildəki faizi monohibriddə heterozigot fərdlərin çarpazlaşmasından alınan heterozigot fərdlərin nəsildəki faizdən neçə dəfə çoxdur? Bunlar çarpazlaşarkən nəsildə bütün heterozigot soruşulmuş. Aha, bütün heterozigot soruşursa, bu eləyəcək. Gəlin bunu burada yazaq. Deməli, gəlin bir-bir çarpazlaşdıraq. Görək, bütün heterozigotların sayı nə qədəriymiş? Burada alınır böyük A, böyük A, böyük B, böyük B. 2 ədəd böyük A, kiçik A, böyük B, kiçik B. 1 ədəd böyük A, böyük A, kiçik B, kiçik B. Sonra A'ları çarpazlaşdıraq. 2 dənə böyük A, kiçik A ilə böyük B, böyük B ilə çarpazlaşdıraq. Sonra böyük B, kiçik B ilə çarpazlaşdırarkən olacaq 4 ədəd böyük A, kiçik A, böyük B, kiçik B. 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B. Ve kiçik A'ları çarpazlaşdırsaq, kiçik A, böyük B, böyük B. 2 ədəd kiçik A, kiçik A, böyük B, kiçik B və 1 ədəd kiçik A, kiçik B, kiçik B. Deməli, burada deyir ki, bizə 127-yə baxırdıq, düzdürmü? Burada alınan bütün heterozigot fərqləri. Bütün heterozigot fərqləri gəlin seçək. Bütün heterozigot, bax bu homozigot deyə getdi, bunu silirəm. Sonra bu da bütün homozigotdur deyə silirəm. Sonra baxaq, bütün heterozigot, homozigotlar çıxacam. Bunlar homozigotdur, bunlar homozigotdur. 16 fərddən neçəsini çıxdım? 4-ünü. Deməli, 16-da 8-i heterozigot olmuş. Bu da ixtisar gedəcək, neçə eləmiş olacaq? Deməli, eləyir 127-də 16-da 8 yox, öz istəmir. 16-dan mən 4-ünü çıxacam, 12 eləyir. 16-da 12. 16-da 12 neçə faiz eləmiş olur? Çünki 4-ü axı homozigot idi. 16-dan 4-ün çıxmış olduğum aldım 12 ədəd. 16-da 12-ni isə eləyəcək 75 faiz. Deməli, 75 faiz burada tapdım. İndi gəlin buradakı heterozigotları tapam. Böyük A, kiçik A, böyük A, kiçik A ilə çarpazlaşarkən alınır böyük A, böyük A. 2 ədəd böyük A, kiçik A, kiçik A, kiçik A. Burada heterozigotlar neçə faizini təşkil edir? Nəslin 50 faizini təşkil edir. Bu isə 50 faiz olduğuna görə neçə dəfə çoxdur deyir. Və heterozigot fərdlərin nəsildəki faizdən neçə dəfə çoxdur desək, 75 faiz 50 faizdən neçə dəfə çox olmuş olacaq? 75-i 50-yə bölərik, taparıq 1, onda 5 faiz. Gəlin bunları silək, keçək 128-ə. 128-də bizdən nəyi soruşur? Yenə böyük B, böyük B, böyük B, kiçik B, böyük C, kiçik C genotip fərdlərin çarpazlaşmasından bir dominant əlamətə malik olan nəslin alınması ehtimalı soruşursa, yenə baxaq burada, yenə yazmışıq, gəlin burada baxaq. Bir dominant əlamətə malik fərdlər hansılar olacaq? Gəlin bunu da göy rəngdən işarə edək. Bax, bu hər iki dominant əlamətdir deyə çıxırıq. Burada bəli, bu da, yox, üzr istəyirəm, bunu çıxmayacaq. Bu qalacaq. Deməli, dairəyə aldıqlarım qalır. Bir dominant, bizə bir dominant deyirsə, bir dəqiqə sualı itirdim mən. Bir dominant əlamət deyirsə, bunu da çıxırıq. Çünki burada 2 dominant əlamət var. Burada da 2 dominant əlamət var. Burada da 2 dominant var. Və deməli, qaldı burada hansılar? Bir, bu qaldı. Böyük A, böyük A. Qalanları yazım mən bura. Böyük A, böyük A. Kiçik B, kiçik B qaldı. Bir, kiçik A, kiçik A, böyük B, böyük B qaldı. Bir, kiçik, 2 ədəd kiçik A, kiçik A. Deməli, böyük B, kiçik B qaldı. Bir də, deməli, bir əlamətə görə dominant başqa qalmadı. Deməli, 128-də baxırıqsa biz, neçə ədəd olmuş oldu? Baxaq, deməli, burada biz bir əlamətə görə dominant deyirsə, bunu çıxdıq, bu qaldı. Sonra bunu da çıxdıq. Bunu da çıxdıq. 2 ədəd böyük, A, kiçik B qaldı. Və salam. Deməli, burada bizdə neçə dənə qaldı?
Deməli, bir də 2 ədəd böyük ya kiçik ya, kiçik və kiçik b-ni də əlavə eləsək bura. Burada deməli bir əlamətə görə dominantlar hansı neçə nəsil oldu? 2, 3, 4, bu da 6. Toplam 16-dan deməli 6-sı olacaq bir dominant əlamətə malik olan nəsil. O da cavabımız eləyəcək Y variantı. 129-dan davam edək. Gəlin qələmimizin dəqiqini dəyişək və 129-dan davam edək. 129-da deyir, hər iki əlamətə görə heterozigot fərdin divri çarpazlaşmasına alınan nəsildə fenotiplərin paylanması nə cür olur? Fenotiplərin paylanması biz bilirik ki, 2 heterozigotda 9, 3, 3, 1. Yəni 9 ədəd sarı hamar alınır, 3 ədəd sarı qırışıq alınır, 3 ədəd yaşıl hamar, 1 ədəd isə yaşıl qırışıq alınır. Cavabımız eləyəcək Y variantı. 130-da yenə belə bir genotipli orqanizm neçə sort qamet verər və genlər ilişikli deyil. Belə suallarda biz heterozigotların sayına baxırıq. Çünki 2 üstü heterozigotların sayını 2 üstü ilə hesablayırıq. 1 heterozigot, 2, 3 heterozigot, 4 heterozigot, 5 heterozigot. Deməli, 2 üstü 5 necə eləyəcək? 32. Deməli, bu elə 32 qamet əmələ gətirəcək. 31-də isə, baxın, diqqətli olun, xromosom çarpazlaşması yoxdur. Əgər xromosom çarpazlaşması yoxdursa və genlər ilişiklidirsə, bu zaman neçə heterozigot olur olsun fərqi yoxdur. Bu orqanizm yalnız 2 ədəd qamet hazırlamış olacaq. Çünki çarpazlaşma yoxdursa, yalnız 2 dənə qamet verilmiş olur. Sonra isə 32 ilə davam edək. 32-də bizdən nəyi soruşur? Birinci əlamətə görə heterozigot qıvrım tüklü ağ dişi donuzcuğu. Eyni əlamətə görə erkək dəniz donuzcuğu ilə cütləşibdir. Qıvrım tüklük hamar tüklük üzərində dominant. Yazaq, qıvrım tük dominant böyüyə. Hamar tük resessivdir kiçiyə. Və sonra qara rəng isə yenə ağ rəng üzərində dominantdır. Qara yazaq böyük B, ağa isə yazaq kiçik B, çünki ağ isə resessivdir. Deməli, deyir ki, birinci əlamətə görə heterozigot qıvrım tüklü. Heterozigot qıvrım tüklü deyirsə, deməli, baxaq, heterozigot qıvrımı biz necə yazarıq? Böyük ya, kiçik ya. Və ağ rəngli deyirsə, ağ rəngdə necə idi? Kiçik B-ləri idi. Deməli, tapdıq birinin genotipini. Eyni əlaməti olan erkək dəniz donuzcuğu cütləşibsə, yəni bunlar bir-birindən cütləşirsə, böyük ya, kiçik ya, kiçik B, kiçik B. Deməli, bunların bir-birindən cütləşməsindən hansı nəsil alınar deyir. Alınan nəslin genotipi necə olar? Bu iki cür qamet verəcək. Böyük ya, kiçik, kiçik B, kiçik B. Bu da eyni şəkildə. Böyük ya, kiçik B, kiçik ya, kiçik B. Nə alınacaq? Alınacaq böyük ya, kiçik B, kiçik B. Sonra böyük A, kiçik A, kiçik B, kiçik B. Yine eyni şəkildə böyük A, kiçik A, kiçik B, kiçik B alınacaq. Və kiçik A, kiçik A, kiçik B, kiçik B alınacaq. Baxaq cavabımızda hardadır elə bir cavabımız. Deməli B variantı. Gördünüz, bir dənə böyük A, kiçik B, kiçik B. 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B. 1 ədəd də kiçik A, kiçik A, kiçik B, kiçik B. 133 ilə davam edək. Pomidorda meyvələrin yumru forması armudvari forma üzərində, qırmızı rəngli isə yazaq gəlin silək. Burada isə deyir yumru forma armudvari forma üzərində. Bunları silək. Deməli, yumru formanı böyükdən verib bizə, armudvari formanı isə deməli verib resessiv. Qırmızı rəngli sarı rəng üzərində dominantdır. Qırmızını böyük B ilə, sarını isə kiçik B ilə qeyd edək. Və bizə deyir ki, hansı genotipli verdiyin formaların çarpazlaşmasından nəsildə 50% qırmızı armudvari, 50% qırmızı yumru pomidor alınar. Baxaq buradakı variantlardan. Biz Y variantına baxsaq, görərik ki, Y variantında bizə verəcək böyük ya böyük B qameti, birinci fərd. Bir də verəcək kiçik ya böyük B qameti. Digər fərd isə verəcək yalnız kiçik A, böyük B qameti. Bax, bununla bunun çarpazlaşanda alınan böyük A, kiçik A, böyük B, böyük B. Bir də bundan bunun çarpazlaşmasında alınan kiçik A, kiçik A, böyük B, böyük B. Deməli, nəsildə alınanların yarısı oldu qırmızı armudvari, görürsünüz, qırmızı və daha doğrusu nəsildə alınanların 50% qırmızı armudvari. Yəni, qırmızı armudvari bunlardır. 50% isə qırmızı yumru. Qırmızı yumruları isə bunlar olacaq. Demək, ona görə cavabımız olacaq Y variantı.
34'te isə deyir ki, deməli, tam dominantlı şəraitində F1 nəslində 1-1-1 nisbətində və ya da 25%, 25%, 25%, 25% nisbətində parçalanma baş veribsə, bu ancaq bir dihidrozigot fərdin resessiv homozigot fərdlə çarpazlaşması zamanı alınır ki, onda da ona görə cavabımız olacaq C variantı. Sonra 135-ə baxaq. 135-də valideynlər 5 cüt əlamətə görə fərqlənən heterozigot fərdin, deməli, resessiv homozigot fərdlə çarpazlaşmasında neçə fenotip, neçə genotip alınır? 5 cüt əlaməti təyin edən bütün genlər eyni xromosomda, aha, ilişiklidir və xromosom çarpazlaşması yoxdur. Xromosom çarpazlaşması yoxdursa, bu fərd 5 cüt əlamət deyir. Yazaq gəlin 5 cüt əlamət. Böyük A, böyük B. A. Böyük A, kiçik A, böyük B, kiçik B. Böyük C, kiçik C, böyük D, kiçik D, böyük Y, kiçik Y. Bu fərdlər resessiv homozigot fərdlə çarpazlaşarkən yazıraq kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C, kiçik D, kiçik D, kiçik y, kiçik y. Bu fərdlər çarpazlaşarkən xromosom çarpazlaşması yoxdursa, bu iki cür qamet verəcək. Yəni böyük A, böyük B, böyük C, böyük B və böyük Y. Və kiçik A, kiçik B, kiçik C, kiçik D, kiçik Y. Bu onsuz da çarpazlaşma olsa da olmasa, hamısı homozigotdur deyə yalnız bir tip qamet verər. Və bu qametlərin birləşməsindən alınar, yenə eyni şəkildə böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, kiçik D, böyük Y, kiçik Y. Sonra hansı alınar? Kiçik A, kiçik A, kiçik B. Çünki bununla bunun çarpazlaşmasından kiçik B, kiçik C, kiçik C, kiçik D, kiçik D, kiçik Y, kiçik Y. Yəni valideyn formaları alınır yenidən. Və burada neçə fenotip, neçə genotip görürük? 2 genotip görürük, 2 dənə də fenotip görmüş olacaq. Ona görə cavabımız olacaq B variantı. 136-ya baxaq. Deməli, 136-da isə deyir ki, 5 cüt əlamət var və bunlar, burada isə tam dominantlıq var və genlər ilişikli deyilsə. Gəlin indi bunu silək. Əgər genlər ilişikli deyilsə, hansı fərqlər alına bilər? Deməli, 5 cüt əlamətə görə fərqlənən heterozigot fərd resessiv homozigotla çarpazlaşarkən nəsildə neçə fenotip, neçə genotip alınır? Yenə monohibrid kimi baxacağıq. Bundan bu çarpazlaşarkən nəsildə 2 fenotip alınır, elə 2 dənə də genotip alınır. B-lər çarpazlaşarkən yenə 2 fenotip alınır, 2 dənə genotip. C-lər də həmçinin çarpazlaşarkən 2 fenotip, 2 genotip. Mən bunu bura fenotip yazıram, bura isə genotipi yazıram. D-lər çarpazlaşarkən yenə 2 fenotip, 2 genotip alınır tam dominantlıqda. Elə qeyri-tam dominantda da eyni şəkildə olardı. Cavabımız neçə olacaq? 2-ni vuracaq 2-yə 4, 8, 8, 2, 16, 16, 2, 32. Deməli, burada 32 genotip, elə 32 də fenotip alınmış olar. Cavabımız olar D variantı. 137 ilə davam edək. Homozigot valideynlər, deməli, homozigot valideynlər 3 cüt əlamətə görə fərqlənən 2 heterozigot fərdin çarpazlaşması nəticəsində neçə fenotip və genotip alınır? Hər üç əlamət ilişiklidir, çarpazlaşma yoxdur. Eyni şəkildə, yenə çarpazlaşma yoxdursa, hər üç əlamət deyirsə, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. 2 heterozigot fərdin çarpazlaşması deyirsə, yazıram yenə böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Çarpazlaşma yoxdursa, bu da 2 tip qamet verər. Alınar böyük A, böyük B, böyük C qameti və kiçik A, kiçik B, kiçik C qameti. Bu da böyük A, böyük B, böyük C qameti, kiçik A, kiçik B, kiçik C qameti. Və bunların çarpazlaşmasından nə alınacaq? Alınır böyük A, böyük A, böyük B, böyük B, böyük C, böyük C. Bundan çarpazlaşmasından alınır böyük A, kiçik A, böyük B, kiçik B, kiçik C, kiçik C. Bundan çarpazlaşmasından yenə bu fərdi alınır. Ona görə bunun yanına 2 yazıram. Bundan çarpazlaşmasından alınan kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C. Mən neçə fenotip görürük burada? 3 fenotip görürük. Düzdür, üzr istəyirəm, 2 fenotip görürük. Bəs neçə genotip görürük? 3 genotip görürük. Bunu mən silsəm, buradan görərik. Deməli, cavabımız olacaq nə? A variantı. Çünki burada 3 dənə genotip var. Bir bu genotip, bir bu genotip, bir də bu. Amma fenotip olaraq tam dominantlıqda bunlar bir fenotip olacaq, bunlar da bir. Bu da bir fenotip. Ona görə 3 genotip, 2 fenotip olar. 38-ə baxaq. Deyir ki, qara saçlı valideyn çoxuşaqlı ailəsində 3 sarı saçlı uşaq vardır. Aha, 3 sarı saçlı uşaq vardırsa,
Əgər valideynlər qara saçlıdırsa və onlar ümumiyyətlə valideynlər qara saçlıdır, amma sarı saçlı uşaq da olubsa, deməli bu valideynlərdə sarı saç geni olub hər ikisində. Deməli bu variantımız olacaq C variantı. Və bunun çarpazlaşmasından nə alınırdı? Alınanlarda yazaq. Sarı saç resessiv idi. 3 ədəd sarı alınıbsa, bu da bir nisbətindədir, bu da bir nisbətində. Deməli homozigot qaralar da 3 olacaq. Bəs heterozigot qaralar neçə olacaq? 2 vuraq 3. Cəmi övladların sayı neçə olmalıdır? Deməli 12 uşaq ola bilər. Sonra 39-dan davam edirik. Hansı variantda 2 heterozigot fərdin deməli hansı variantda 2 diheterozigot fərdin nəsildə genotiplərin paylanması düzgün göstərilir? Diheterozigot fərdlərin genotipi deməli ilişkili olmasa 4 2 2 2 1 1 1 1 nisbətində olur. 140'da isə deyir ki, bu genotipə malik fərd yalnız böyük M-lə kiçik M genləri arasında mübadilə gedərsə neçə cür qamet alınır? Baxın, bu onsuz da çarpazlaşması olmasa böyük M, böyük N, böyük G qameti verir. Bir də kiçik M, kiçik N, kiçik G qameti verəcək. Amma bir də bunlar arasında mübadilə getsə, yəni yer dəyişmə eləsələr, böyük M bura gəlsə, kiçik M isə bura getsə, hansı qamet alınır? Kiçik M, böyük N, böyük G qameti, bir də böyük M, kiçik N, kiçik G qameti. Deməli, burada toplam neçə qamet olmuş olacaq? 4 qamet olmuş olacaq. 141-ə baxaq. Verilən xromosom sxeminə əsasən hansı gen sahələri arasında mübadilə daha çox? Deməli, mübadilə Krasing-Over soruşur. Biz demişdik ki, Krasing-Over genlər arasındakı məsafədən düz mütənasib. Yəni, genlər arasında məsafə nə qədər çox olarsa, Krasing-Over ehtimalı daha çox olar. Ona görə A ilə Y arasında Krasing-Over olma ehtimalı daha çox olmuş olacaq. Sonra 42-yə baxaq. Deməli, 42-də isə yenə eyni şəkildə xromosom ehtimalı daha az olar. Deməli, bir-birinə daha yaxınları seçəcəyik. Baxaq, burada elə cavabımız hardadır? Xromosom G mübadiləsi isə daha A ilə B və yaxud da B ilə C arasında və yaxud da C ilə D arasında daha az gedər. Baxaq, elə A ilə B variantı var. Olacaq C variantı. Sonra keçirik 143-dən davam edək. Deməli, 143-də nə deyir? Deyir ki, 3 dənə 3 cüt allel genlər xromosomda yerləşməsinin hansı variantda həm Mendel, həm də Morgan. Mendel demişdi genlər xromosomlarda sərbəst şəkildə yerləşir. Morgan isə demişdir ki, ilişikli şəkildə. Həm Mendelin, həm də Morganın fikri D variantında. Baxın, burada genlər xromosomda sərbəst yerləşir, burada isə ilişikli şəkildə. Hər ikisinin fikri D variantında öz əksini tapmışdır. 144-də baxaq. Noxudun sarı rəngi yaşıl rəng üzərində dominantdır. Sarı noxudla yaşıl noxud çarpazlaşmışdır. Baxaq, sarı noxudla yaşıl noxud çarpazlaşmışdır. Əmələ gələnlərində 223 noxud alınmışdır və alınanların yarısı sarı olub, yarısı isə yaşıl olub. Deməli, burada əgər sarı rəng, yaşıl rəng üzə çıxıbsa, deməli, sarı noxud heterozigot imiş. Yaşıllar da yazsaq, elə bunlardan da eyni şəkildə valideyn formalar alınır. Yarısı böyüyə kiçik A olaraq sarı rəng olar, yarısı isə yaşıl. Mən A-larla yazdım, burada B-lərlə verib fərqi yoxdur. Böyük B, kiçik B, yəni biri heterozigot, biri isə homozigot resessiv. Baxaq, cavabımız harada var? Deməli, B variantında. 144 olacaq, B variantı. 145-də isə deyir, mavi gözlü, sarı saçlı qadınla qara gözlü, qara saçlı kişinin nigahından nəsildə doğulan uşaqların faiz nisbəti necə olar? Kişi birinci allel əlamətə görə homozigot, ikinci allel əlamətə görə isə heterozigotdur. Bilirik ki, mavi göz resessivdir. Kiçik aynə yazaq. Qara göz isə dominantdır, böyük aynə yazaq. Yenə qara saç bilirik, dominantdır, böyük B ilə yazaq. Sarı saç isə resessivdir, kiçik B ilə yazaq. Mavi gözlü, sarı saçlı deyirsə qadın. Deməli, hər iki əlamətə görə resessiv imiş. Qara gözlü, qara saçlı kişinin nigahına. Qara göz deyirsə böyük A olacaq. Deməli, qara saç deyirsə yenə böyük B olacaq. Amma bizə nəyi soruşur? Bizə deyir, kişi birinci allel əlamətinə görə homozigotdur. Birinci allel əlamətinə görə homozigotsa yazırıq böyüyə böyüyə. İkinci əlamətə görə heterozigot yazırıq böyük B, kiçik B. Bunlardan deyir, əmələ gələn nəsildə uşaqların faizlə nisbəti. Bu bir cür qamet verir. Kiçiyə kiçik B.
Bu isə iki cür qamit verəcək. Bir böyük A, böyük B, bir də böyük A, kiçik B. Nə alınacaq burada? Alınacaq böyük A, kiçik A, böyük B, kiçik B. Bu niyə silindi? Aha. Alınacaq böyük A, kiçik A, kiçik B, kiçik B. Deməli, nəsildə necə olacaq? 50% olacaq. Deməli, 50% olacaq qara göz, qara saç. Deməli, qara gözlə qara saç olacaq. 50% olacaq yenə qara göz, sarı saç. Cavabımız baxaq 50%, 50% nisbətində harada verilib? 45-də D variantında verilmişdir. 46-ya baxsaq, ağ rəngli qıvrım tüklü dişi dəniz donucuğu ilə qara rəngli hamar tüklü erkek dəniz donucuğu tartazlaşdırmışdır. Aha. Bizə burada nə deyir? Qara rəng və qıvrım tüklü dominant. Yazırıq. Qara rəng böyük A. Deməli, ağ rəng isə düzdürmü? Ağ rəng deyil. Aha. Ağ rəng isə resessivdir. Qıvrım tük dominantdır. Hamar tükü isə resessivdir. Kiçikdir. Ağ rəngli qıvrım tüklü deyirsə, ağ rəng qıvrım tük necə olacaq? Kiçik A'lar, amma böyük B'nin hələ ki yanını boş buraxın. Dişi dəniz donucuğu ilə qara rəngli hamar tüklü. Qara necə olacaq? Böyük A, hamar desək kiçik B. Bunların çarpazlaşmasından böyük A'nın qarşısını boş buraxıram. Amma hamar yalnız resessiv form olduğuna görə kiçik B'ləri yazıram. Dişi ikinci əlamətinə görə, erkək isə birinci əlamətinə görə heteroziqotdur. Dişi ikinci əlamətinə görə heteroziqotdursa, böyük B, kiçik B yazaram. Erkək isə birinci əlamətinə görə heteroziqotdursa, böyük A, kiçik A yazaram. Və bunların çarpazlaşmasına alınan balaların nisbətini verir. Bu verəcək yenə kiçik A, böyük B qamiti, kiçik A, kiçik B. Bu isə verəcək böyük A, böyük B, kiçik A. Üzr istəyirəm, böyük A, kiçik B, kiçik A, kiçik B. Bunların çarpazlaşmasından alınır böyük A, kiçik A, böyük B, kiçik B. Sonra bunun çarpazlaşmasından böyük A, kiçik A, böyük B, kiçik B. Sonra bunun çarpazlaşmasından böyük A, kiçik B, kiçik B. Və nəticədə kiçik A, kiçik B, kiçik B. Yazdıq. Deməli, burada bizdən nəyi soruşurdu? Fenotipə görə parçalanmanı, bağların nisbətini deyir. Baxın, bir nisbətdə olacaq qara qıvrım, bir nisbətdə olacaq ağ deməli qıvrım, bir nisbətdə olacaq yenə qara hamar, bir nisbətdə olacaq ağ hamar. Deməli, nisbət olacaq 146-da 25%, hər birindən 25% olmaqla 4 ədəd 25% olacaq. Deməli, cavabımız C variantı. 147-yə baxsaq, gümüş rəngli, baxaq, bir saniyə silək. Gümüşü rəngli erkək tülkünü eyni rəngli 2 ədəd tülkü ilə çarpazlaşdırıblar. Birinci halda 3 pay gümüş alınıb, 1 pay boz rəngi alınıb. İkinci halda isə alınan fərqlərin hamısı gümüşü rəngi olmuşdur. Baxaq, əgər gümüşü rəngli və bizə mörtəsi nədir? Gümüşü rəng, boz rəng üzərində dominantdır. Biz buraya yazsaq, bir saniyə. Yazsaq gümüşü rəng dominantsa böyük A ilə, boz rəngi isə yazaq kiçik A ilə. Deməli, gümüş rəng erkək tülkünün eyni rəngli 2 dənə dişi tülkü ilə çarpazlaşanda birinci halda 3 pay gümüşü, həm gümüş, həm də boz rəng çıxıbsa, deməli, bu tülkü heterozigotuymuş. Düzdürmü? Heterozigotuymuş və eyni rəngli deyirsə, o birisi də eyni rəngli 2 dənə tülkü ilə çarpazlaşıb. Amma tülkülərdən birində 3 pay gümüşü, 1 pay boz rəngli çıxıb. Yəni, birinci tülkü, dişi tülkü olub böyüyə, kiçiyə. Amma o birisində isə, baxın, ikinci halda isə alınan fərqlərin hamısı gümüş olub. Alınan fərqlər erkəyin genotipini tapdıq ki, böyüyə, kiçiyədir. Birinci dişini də tapdıq böyüyə, kiçiyədir. Bəs ikinci dişidə alınanların əgər hamısı gümüş idirsə, deməli, bunun fenotipi nə imiş? Böyük A gümüşü imiş. Deməli, olacaq ikincinin isə fenotipi böyüyə, kiçiyə. Böyüyə. Baxaq, elə cavabımız A variantında yoxdur. Gəlin, baxaq, görək. O birisi variantlardan hansında var. Baxırıq, B yox, C də yox, Y-yə baxın. Deməli, birinci olacaq böyüyə, kiçiyə ilə çarpazlaşır. İkincidə isə böyüyə, kiçiyə ilə böyüyə çarpazlaşır. Deməli, olacaq cavabımız Y variantı.
148 ise qara gözlü valideynlərin bir qara gözlü və bir mavi gözlü uşaqları vardır. Əgər bu valideynlərdə qara gözlü olsalar belə mavi gözlü əlaməti üzə çıxıbsa, deməli bunlardan hər ikisində mavi göz geni var imiş. Baxaq, bu iki variant, bir C variantı, bir də D variantı hələ ki uyğun gəlir. Bəs bizə deyir ki, valideynlərin və uşaqların genotipləri. Uşaqlar da mavi gözlüdürsə, həm qara, həm mavi göz deyirsə, burada yenə uşaqlarda da qara deyirsə, böyüyə kiçiyə də ola bilər, böyüyə böyüyə də ola bilər, amma mavilər yalnız kiçiyə kiçiyə. Biz D'yə baxsaq, burada hər ikisi qara göz olduğuna görə D variantını çıxırıq. Cavabımız olacaq C variantı. Çünki burada həm qara göz, həm də mavi gözlü övladlar doğulmuşdur. 149-la davam edirik. Deməli, 149-a baxsaq, qara saçlı valideynlərin çox uşaqlı ailəsində iki sarı saçlı uşaq doğulmuşdur. Valideynlərdə bu ailədəki sarı saçlı uşaqların ehtimal olunan genotipini. Qara saçlı valideynlərdə əgər iki sarı saç uşaqda olubsa, deməli hər birində valideynlər heterozigot imiş və hər birində bu sarı saç geni var imiş. Valideynləri tapdıq və ikisi sarı uşaq doğulubsa, deməli qalanları qara saç. Baxaq, valideynlərin genotipi elə C variantı olacaq və iki dənə sarı saç isə sarı saçlar isə kiçiyə olmuş olacaq. 149'da cevabımız oldu C variantı. 50'ye baxaq. 50'də isə dediyi hibrid çarpazlaşmada tam dominantlıq şəraitində F1 nəsildə həm fenotip, həm də genotipə görə 25%, 25%, 25%, 25% nisbətində parçalanma baş vermirsə, valideyn fərdlərinin genotipi. Yenə deyirəm, bu ancaq deməli necə ola bilərdi? Baxaq B variantına. B'dəki birinci fərd verəcək böyük A, kiçik B qameti, bir də kiçik A, kiçik B qameti. İkinci fərd isə verəcək böyük A, böyük B qameti, bir də kiçik A, kiçik B qameti. Bununla bunun çarpazlaşmasından anlar böyük A, kiçik A, böyük B, kiçik B. Bununla bunun çarpazlaşmasından böyük A, kiçik A, kiçik B, kiçik B. Bununla bundan yenə kiçik A, kiçik A, böyük B, kiçik B. Buradan isə anlar kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxın, 25%, hər birindən 25% nisbətində genotip və fenotip alınmış oldu. 150 isə B variantı olacaq.